Yağış, buludun torpağı olan eşkinin təcəssümüdür. Din qadına deyir, ərin qapını döyəndə qarşısına çıx və ona sevgi göstər. De ki, yorulmayasan, gəl meyvə, çay, axşam yeməyi hazırdır. Kişiyə də deyir, evə gələndə xanımın 10-12 saat mətbəxdə, ev süpürməkdə, paltar yumaqda, evi yığışdırmaqda, uşaqlarla məşğul olmaqdadır, çox yorulur. Ona təşəkkür et, sevgi göstər, sığal çək. İmam Rıza buyurur, mənim nəzərimdə qadınla kişi arasındakı münasibət sadəcə ər-arvadlıq deyil. İmam buyurur, ər-arvadlıq yəni təmiz bir eşqdir. Tərəflər yalnız və yalnız eşqlə yaşamalıdır. Həyat yoldaşımıza, övladımıza, nəvələrimizə, insanlara, hər kəslə. Əgər Allah göylə yer arasında eşq qurmasaydı, bulud yerə eşqin göz yaşını, yağışı tökməzdi. Yağış, buludun torpağı olan eşqinin təcəssümüdür. Elvin Mürtəza Nurşəhri.